Salam hörmətli izləyicilər, 24 iyul 2019-cu il tarixində saat 22:00 radələrində Azərbaycan Hərbi Hava Qüvvələrinə məxsus olan MiQ-29 təyyarəsi növbəti təlim uçuşunu həyata keçirmək üçün havaya qalxır və bir müddətdən sonra təyyarə ilə əlaqə kəsilir və o radarlardan itir və beləliklə də təyyarəmiz Xəzər dənizinə düşür və beləliklə də axtarış işləri başlanılır. Axtarış işləri 600 kvadrat kilometr deməli ərazini əhatə eləyir. O cümlədən də Xəzər dənizinin 40 metr dərinliyində aparılır və beləliklə də Rusiya və Türkiyədən mütəxəssislər və avadanlıqlar gətirilir. Müdafiə Nazirliyinin avqust ayının 19-da verdiyi məlumata görə qara qutu tapılır. Avqust ayının 20-sində deməli pilotumuzun nəşi tapılır və avqust ayının 21-də Rəşad Atakişiyev 2-ci fəxri xiyabanda dəfn olunur. 2021-ci ildə isə Rəşad Atakişiyevə şəhid statusu verilir. Allah rəhmət eləsin. Kanalıma abunə olmağı unutmayın.